olunur ki, ərazidə olan iri ticarət mərkəzlərinin, yəni Binə və Sədərək ticarət mərkəzlərinin tulantı suları, natəmiz suları məhz bu boru vasitəsilə fasiləsiz olaraq dəniz suyuna qarışır. Hətta qeyd edeyim ki, buradan bir ifunət bir qoxu gəlir. Təbii ki, bu da ekosistemə ciddi zərər verir. Çünki su çirkləndikcə bioloji müxtəliflik azalır. Qeyd edeyim ki, bu həm də balıqçılıq sənayesinə də, sahəsinə də böyük bir ciddi zərər verir. Hətta iddia olunur ki, belə bir vəziyyət artıq uzun illərdir davam edir. Sadəcə Xəzər dənizinin su səviyyəsinin aşağı enməsi bu borunun üzə çıxmasına səbəb olub. Hətta düşünəndə ki, qeyd edeyim ki, onu düşünəndə ki, qarşıdan yay ayları gəlir, çimərlik mövsümü başlayır, insan heç düşünmək belə istəmir. Çünki bu, insan sağlamlığına birbaşa ziyandır. Elə biz də məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdik, araşdırmanın nəticəsini gözləyirik və bu barədə də bizim araşdırmamız olacaq.